Bugün Saz Söz Məclisinin qonağı Şamaxı mahallından təşrif buyurubdur. Rıza Məmmədov, Rıza Şamaxılı. Bu quşçu kökənli bir aşığımızdır və elə düşünürəm ki, hamı onun bugün 50 yaşını ürəkdən təbrik eləyəcək, elə mən özüm də və inşallah yaxın aylarda onun geniş şəkildə 50 yaşda qeyd olunacaq. Bugün Rıza öz repertuarında olan klasik havaları, o cümlədən klasik sözləri təqdim eləyəcək və ham böyük ləzzətlə feyz aparacaq. İstəyirəm Rızanı salamlayam və deyəm ki, sənət yoldaşlarını bir təqdim eləyəcək. Müəlliməm, çox sağ olun, təşəkkür edirəm. Allah təala sizi var eləsin. Sizi dəvət elədiyinizə görə, dəyər verdiyinizə görə hər zaman var olasınız. Mən bu günləri öz sənət dostlarımdan gəlmişəm. Balabanda Əmrah qardaşımdır, Qoşanağarada Rusif Ramiz oğludur, Ramiz əmmin oğludur. Nağarada da gənc sənətkarımız Pamir qardaşımdır. Meydanı sizə buraxırıq, yəqin ki, çox maraqlı və unudulmayan repertuar təqdim eləyəcək. Meydan sizin. Çox sağ olun. Var olun. Aşıqlarımız həmişə Ərzim Bismillahın peşri olan başlayırlar. Bugün mən də divanımızın böyük sənətkarı Əli Kərimoğlu bəstəsi olan Əlizadə Peşroğlu'dan başlayacağım. Ama sözləri böyük ustadımız Şirvanın usta sənətkarı Mirza Qılavın sözlərindən başlayacağım. Baxsız ağarımcı qara saçlarım, çağırır gözəmlər məni. Sohbəti zaman təkliram olmuşam, yaşadacaq şirin əməllər məni. Çarəsiz qəlblərə kimdilər çarə, kimə görlüm asın mən günü qara. İstərəm şeş qoşa verir dubara, təngə gətiribdir bu zərbələri. Şeirdir, nərməni ömrümün barı, eşidin sözlərim, qoy deyim barı. Bilal, söz ustadı, söz sənətkarı, bir gün şam sarılan gəzərlər məni.
istəyirlər. Çünki Şirvan şikəstəsi bizim ana bayramımızdır. Mən istəyirəm şikəstələrimiz çoxdur. Kocaman şikəstə olur. Alın görək. Kerem dastanından bir yarpaq oxuyacağım. İşləmlər var olsun. Gen hər küsüsü çıxana ödəmək olmaz. Düz devləsi gen həyatı olmasa. Ağız şirinliyi, gönül xoşluğu, nəsr insana vadatı olmasa. Lokması halalın, nanı bol olar. Nütbəsi doğlayan dağlar yol olar.
damcı damcı akar göl olar, halal damcı damcı akar göl olar, heç kurtarmaz haram qapı olmasa. Tamam, dərk eləyər yalnız insanı, tamahı tanımaz yaxşı yamanı, o zarafatdır məhəbbətin düşmanı, yüzü gedən zarafatı olmasa. Bir məsəl var, arxalı köpək buz basar, arxalı danışar, arxasız yatar, insanı sındırar, qatılır, yıxar, şirin bir xoş səfası olmasa. Heç yorulmaz, gedən yolun düzü ilə, ardında yolunu şeytan sözü ilə, İnan ki, qotlardı, qutda quzu ilə, ara qatan ala çatlı olmasa. Kərəm oğlu, yekəli gələ mənə badə, yekəli insanı tez verər bada. El qeyrəti çəkməz hər yetən gəda, əsli köklüyü, şürlü zatı olmasa. Azı görək, dövmə kələmisindən, necə dedim?
qəşəngi ilə sözdə Ustad Xəstə Qasımov. Şakir pənah kimi bülbülə həsrət, çəmən ağlar, çiçək ağlar, gül ağlar. Ellər içlərində əziz övladın obam ağlar, mahal ağlar, el ağlar. Kalvalı əliydi baharlı yazdı. Gəyri Abbas idi, söhbətli, sazlı. Aşıq Məmməd ağa Şakir avazlı, yalnız qalmış iki sazda tel ağlar. Şakirsiz gəlmir səsi həsrətin, suslu zili, yanlı pərsi həsrətin, çağıranda şikəstəsi həsrətin, pərdə-pərdə, bəm alışa, zil ağlar. Ağa səhv də getdi Məmməd ağasız,
Saz heyharay çəkir, balaban yar qız. Ömür vəfasızdır, can ehtibarsız. Anam ağlar, sonam ağlar, yol ağlar. Çoxları ustada bənzədir özün. Düzlüş deyə bilmir bir kəlmə sözün. Tanış belələrin görməsin gözün. Sazım ağlar, sözüm ağlar, tel ağlar. Sazlı sözlü məclisimizi Allah rəhmət eləsin, Ustad Aşıq Məmməd Ağanın repertuarından baş müxəmməs inanmışdım, inanmaram oxuyacağım. Beləcə də sizinlə sağollaşırıq, var olasınız. Vəfa qız mənə, vəfa qız